Bir günlük milyonçu olsanız nə edərsiniz? Yəqin ki, ən böyük arzum olan uşaq evləri üçün, daha doğrusu internetdən çıxan uşaqlar üçün evlər tikərdim və ya iş yerləri tikərdim. Bu mənim ən böyük arzumdur. İnşallah ona çataram. Bir günlük milyonçu olsam satılmış Qarabağı geri qaytarardım. Çox gözəl, inşallah. Mən bir günlük milyonçu olsaydım deyəndə ki, insan bir günlük birinci milyonçu olmur, sadəcə pulu əldə edir və xərcləyir. Mən belə eləyərdim. Mən belə deyim də, belə vaxtlarda gecə yatanda nə yalan danışım, səmimi insanam və səmimi olmağı xoşlayıram. Fikirləşirəm ki, görəsən onlar da, bəziləri də mənim kimi çörək yeyə bilir, onlar da mənim kimi istevdə yata bilir. Mən demək olar ki, əlimdən gələn qədər küçədə yatan insanlara kömək eləyərdim. Onları bütün ərzaqla, hər şeylə təmin eləyərdim. Çünki onlar kimsəsizdir. Bir günlük milyonçu olsam təbii ki, bir dənə qatil tutub bunun kimi pis insanları öldürərdim. Ən başda. Bir də itlərə kömək elərdim buna var. Çox gözəl. Sizə bir dənə məsləhət verim. Pulunuz onda biraz yumor dərslərinə gedin yəni. Ay götüm. Yaxt alardım özüm üçün. Yəni xaricdə evlər alardım. Pulun bəzi bir hissəsini özümə saxlayardım, gələcəkdə istifadə etmək üçün. Bir günlük milyonçu olsaydım, ilk növbədə xeyriyyə işlər təşkil edərdim. Xəstə uşaqlar üçün, kimsəsiz uşaqlar üçün bir klinika, xəstəxana tipli bir şey. Azərbaycandan gedərdim ilk növbədə. Bir günlük milyonçu olsaydım, kənd təsərrüfatına yatırardım, biznesə, bu qədər. Biz də elə bir insanıq ki, bəzilərinin çıxmaq şərti ilə də yalnız pul olanda öz mənfəətimiz üçün çalışırıq. Ay nə bilim holding tikəcəm. Ya holdingdə mənim ümumiyyətlə pulda gözüm yoxdur. Mən sadəcə bunu eləyərdim, bayaq dediyimi, xeyriyyə işi. İkincisi də ki, elə bir şərait yaradardım ki, Bir günlük milyonçu olsanız nə edərsiniz? Məndə elə bəxt var ki, mən bir günlük heç vaxt milyonçu ola bilmərəm. Ona görə də heç vaxt fikirləşməm. İnşallah onu arzu edək ki, bəxtiniz düzəlsin. Milyonçu olmasanız da. Var elə Vayne, güya bizi say. Var elə model, geydirmə Chanel, ciş dostları, Rasul Abbasov panel. Yeah. Mavi, dolmadı yari, Rəsul da atdı videonu. Yəni, bir günlük milyonçu olsanız nə edərsiniz? Yazıq uşaqlara kömək edərdim. Çox gözəl. Bax, ikincisi də ki, elə bir şərait yaradardım ki, ən azından gənclər psixoloji cəhətdən aydınlanardılar. Elə bir şərait yaradardım. Gələrdilər, bir obyekt deyimmi, bir yermi deyim, orada toplaşardıq. Onları aydınladardıq bəzi mütəxəssislərlə bir yerdə. Mən sadəcə belə eləmək istəyirəm, amma başqa niyyətim yoxdur yəni. Qalan pulu da ki, dostlarım arasında paylaşdırardım ki, yaxşı olsun da nəsə. Milyonçu olsam bütün pulumu biznesə yatıraram və oradan gəlir əldə edərəm. çox gözəl. İnşallah çatarsan arzuya. Günlük milyoner olsan nə edərsən? Mən özüm milyonçuyam da. Yaxşı, milyonçu olmasan yəni nə həyata keçirmisən? Qaqaş, mən səhər tezdən duram yoxdan. Gələm kluba səhər. Bir də axşama kimi, saat 3-ə kimi hər gün kayır. Başqa nə bilmirəm, brat. Ağlıma nə düşdü onu eləyirəm. Buradan hoppanıram, oradan hoppanıram. Formula 1-in setkasından hoppanmışam. Milyonçu olsanız nə edərsiniz? Əslində bir yəni mənə sadəcə kimsə mənə deyir ki, "Sən milyonçusan?" Mən özüm bunu bilirəm. Bilirsiniz ki, bir günlük milyonçusuz və oyanırsınız ki, milyon dollarlarla pulunuz var. Yəni mən 1 milyon var, yoxsa ümumiyyətlə milyonlar var? Limitsiz sayda. Limitsiz sayda pulum var. Bəli. Hazırda pul həmin oyanmışam ki, həmin pulum var. Birinci mən neyərdim? Birinci Amerikaya gedərdim təbii ki. Sonra orada başlayardım artıq öz xəyallarımı yerinə yetirməyə. Yəni kənd pullar vasitəsilə müəyyən yerə, yəni ki, bilirsən necə demək istəyirəm. Aha, elə bir şey olardı. İstəyirəm, okey, bu qədər. Osman ayaqlar Çəkimdiyəm. Deməli, dəmir dəqiqədə çəkirdə onsuz, hə. Əziz izləyicilər, bugünkü videomuzun da sonuna gəlib çatdıq. Videoya bəyənməyi, like eləyib, abunə olmağı da unutmayın. Altdan da şərhdən öz fikirlərinizi bildirə bilərsiniz. Yeni bir fikrimiz var ki, yəni kim bizə abunə olsa, evinə su gəlməyən abunəçilərimizin evinə hər gün vedrə su qaldıracam. Kim trinajora gedirsə, onun əvəzinə ştanq qaldıracam. Söhbəti olan yerdə də gedib naqruska qaldıracam. Nə bilim, vəziyyət çox pis olsa cibinə pul qoyacam. Yəni ki, belə də yəni də. Gördü, xanımız izləyicilərimizin üzünə tanayını qaldıracam. Nə bilim, belə də abunə olmağı yəni unutmayın, sizdən xahiş edirəm. Gözəl xanımlar keçir, onlara baxırdım, nəysə. Heç bir şey, sağ olun, salamat qalın. Bay bay. Uşaqlardan, körbələrdən və valideynlərimizdən müğayət olun, sağ olun.